90% rus dilində danışmağa öyrənən tələbələr bu məqamlarda səhv edir. Rus dilinə bu iki cümləni tərcümə edin. Mən qələmlə yazıram. Mən rəfiqəmlə parkda gəzirəm. Я пишу ручкой. Я гуляю в парке с подругой. Soruşacaqsınız, axı niyə? Azərbaycan dilində çox asandır. Kiminlə, nə ilə? Rus dilində fərq var. Qələm və kağız götürün və dediyim cümlələri Azərbaycan dilindən rus dilinə çevirməyə çalışın. Və bir dəqiqənin içində bunu anlamaq sizin üçün də çox asan olacaq. Mən limonla çay içirəm. Mən rəfiqəmlə parka gedirəm. Mən pendirlə sendviç hazırlayıram. Я пью чай с лимоном. Я иду в парк с подругой. Я делаю бутерброд с сыром. Nə ilə, kim ilə sualı rus dilinə с кем, с чем tərcümə olunur. Və mütləq s predloqu istifadə olunur. Niyə? Çünki mən parka rəfiqəmlə birgə gedirəm. Mən və o. Mən çayı limonla birgə içirəm. Limonu və çayı. Mən sendviçi pendirlə hazırlayıram. Sendviçi və pendiri. Başqa üç cümləni yazırıq. Uşaq qələmlə rəsm çəkir. Mən açarla qapını açıram. Mən qabları süngərlə yuyuram. Мальчик рисует карандашом. Я открываю дверь ключом. Я мою посуду губкой. Burada s predloqu işlənmir. Sual sadəcə чем. Niyə? Çünki burada birgəlik yoxdur. Uşaq qələm vasitəsilə şəkli çəkir. Mən qapını açar vasitəsilə açıram. Mən qabları süngərin vasitəsilə yuyuram. Beləliklə, birgəlik mənası varsa, с кем, с чем burada s predloqu olacaq. Birgəlik mənası yoxdursa, burada vasitə mənası varsa, s predloqu işlənmir. Bax, belə rahat.